Salam əziz izləyicilər. Bürclərin həftəlik proqnozunu danışacağım sizlərə. Bürclərin bu həftə, yəni ayın ilk həftəsi pul və sevgi haqqındakı proqnozunu çatdıracağım. Gəlin başlayaq. Qoç. Bu həftə qoçlar üçün pul mövzusu ön planda olacaq. Gözləmədiyiniz bir yerdən maddi fürsət çıxa bilər. Xüsusilə həftənin ortalarında gəlir artımı ehtimalı yüksəkdir. Keçmişdə etdiyiniz zəhmətin bəhrəsini almağa başlayırsınız. Borcların qaytarılması və ya gecikmiş ödənişlərin alınması mümkündür. İş yerində məsuliyyətiniz artacaq. Bu isə gələcəkdə maaş artımı ilə nəticələnə bilər. Pul xərcləyərkən emosional davranmamağa çalışın. Sevgi həyatınızda isə hərəkətlilik var. Subay qoçlar üçün ani tanışlıq görünür. Bu tanışlıq qısa zamanda dərin hisslərə çevrilə bilər. Münasibətdə olanlar üçün açıq söhbətlər vacib olacaq. Dürüstlük münasibəti gücləndirəcək. Keçmiş incikliklər yenidən gündəmə gələ bilər. Səbirli olsanız, hər şey yoluna düşəcək. Həftənin sonuna doğru romantik sürpriz gözlənilir. Qəlbinizin səsinə qulaq asın. Maddi və mənəvi balansı qoruyun. Riskli qərarlardan çəkinin. Bu həftə buğalar üçün maliyyə planlaması çox önəmlidir. Gəliriniz stabil olsa da xərclər arta bilər. Lazımsız alış-verişdən uzaq durun. Yeni qazanc mənbəyi barədə düşünmək üçün uyğun zamandır. İş həyatında səbriniz mükafatlandırılacaq. Üstləriniz sizi diqqətdə saxlayır. Kiçik, amma davamlı qazanc görünür. Pul mövzusunda ailə ilə məsləhətləşmək faydalı olar. Sevgi həyatınızda isə sakit, amma dərin bir enerji var münasibətdə olan buğalar üçün güvən mövzusu önə çıxacaq. Partnyorunuzla gələcək planları müzakirə edə bilərsiniz. Subaylar üçün keçmişdən biri yenidən ortaya çıxa bilər. Bu vəziyyət sizi qərarsız qoya bilər. Qəlbinizi dinləmək vacibdir. Həftənin ortalarında romantik mesajlar ala bilərsiniz. Hisslərinizi gizlətməyin. Açıq danışmaq münasibəti möhkəmləndirəcək. Kiçik jestlər böyük təsir yaradacaq. Özünüzə vaxt ayırın. Ruhən rahatlamağa ehtiyac var, ulduzlar sizi qoruyur. Əkizlər. Əkizlər üçün bu həftə pul baxımından dəyişkən olacaq. Gəlir və xərclər arasında balans qurmaq çətinləşə bilər. Planlı davranmaq vacibdir. Qısa müddətli qazanc imkanları görünür. Lakin riskli sərmayələrdən uzaq durun. İş yerində yeni təklif ala bilərsiniz. Bu təklif gələcək üçün ümid vericidir. Maddi qərarlarda tələsməyin. Sevgi həyatınızda isə sürprizlər var, subay əkizlər üçün sosial mühitdə yeni tanışlıq ehtimalı yüksəkdir. Bu insan sizi ilk gündən təsirləndirə bilər. Münasibətdə olanlar üçün ünsiyyət çox önəmlidir. Anlaşılmazlıqlar dialoqla həll olunacaq. Qısqanclıq mövzusu gündəmə gələ bilər. Sakit və anlayışlı olun. Həftənin sonu romantik keçə bilər. Birlikdə planlar qurmaq münasibəti gücləndirəcək. Keçmişi çox xatırlamayın. İrəli baxmaq sizə xeyir verəcək. Öz dəyərinizi bilin. Həm pulda, həm sevgidə şans sizinlədir. Rəydə fikrinizi yazın. Xərçəng. Xərçənglər üçün bu həftə maliyyə məsələləri diqqət tələb edir. Gözlənilməz xərclər çıxa bilər. Ehtiyat büdcə ayırmaq ağıllı addım olar. İş həyatında sabitlik qorunur. Əlavə gəlir üçün köməkçi iş düşünə bilərsiniz. Ailə ilə bağlı maddi məsuliyyət arta bilər. Səbirli olun, hər şey keçicidir. Sevgi həyatınızda emosiyalar yüksəlir. Münasibətdə olan xərçənglər daha həssas ola bilər. Kiçik sözlər sizi incidə bilər. Partnyorunuzdan anlayış gözləyirsiniz. Subaylar üçün isə romantik tanışlıq ehtimalı var, bu tanışlıq yavaş, amma dərin inkişaf edəcək. Keçmiş münasibətlər xatırlana bilər. Köhnə səhvləri təkrarlamayın. Hisslərinizi açıq ifadə edin. Həftənin sonu romantik görüş üçün uyğundur. Ev mühitində sevgi artacaq. Maddi stressi sevgiyə yansıtmayın. Özünüzə güvənin. Ulduzlar sizi qoruyur. Rəydə fikrinizi yazın. Şir.
Şirlər üçün bu həftə pul baxımından uğurludur. Gəlir artımı və ya bonus ehtimalı var, öz bacarığınızı göstərmək üçün yaxşı zamandır. İş yerində liderliyiniz diqqət çəkəcək. Maddi qərarlarda cəsarətli ola bilərsiniz. Lakin israfdan qaçın. Uzun müddətli planlar qurmaq faydalı olacaq. Sevgi həyatınızda ehtiras ön plandadır. Münasibətdə olan şirlər üçün romantika artır. Partnyorunuzdan daha çox diqqət görəcəksiniz. Subaylar üçün isə cazibə zirvədədir. Yeni tanışlıqlar qaçılmazdır. Bu tanışlıq sürətlə inkişaf edə bilər. Qısqanclıq mövzusu gündəmə gələ bilər. Açıq ünsiyyət problemi həll edəcək. Həftənin ortasında romantik sürpriz mümkündür. Özünüzü ifadə etməkdən çəkinməyin. Sevgi və pul arasında balans qurun. Egoist davranışlardan uzaq durun. Ürəyinizin səsinə qulaq asın. Şans sizin yanınızdadır. Rəydə fikrinizi yazın. Qız bürcü üçün bu həftə maliyyə nizam-intizamı tələb edir. Gəliriniz sabit olsa da xərclər plan tələb edir. Kiçik qənaətlər böyük rahatlıq yaradacaq. İş həyatında detallara diqqətiniz artacaq. Bu isə rəhbərlik tərəfindən qiymətləndiriləcək. Yeni məsuliyyətlər əlavə gəlir gətirə bilər. Maddi qərarlarda real olun. Sevgi həyatınızda isə analiz çoxalır. Münasibətdə olan qızlar hər şeyi ölçüb biçə bilər. Bəzən axına buraxmaq daha yaxşıdır. Partnyorunuz sizdən daha çox istilik gözləyir. Subaylar üçün iş mühitində tanışlıq mümkündür. Bu tanışlıq zamanla dərinləşə bilər. Keçmişdən dərs çıxarmaq vacibdir. Tənqidi azaltmaq münasibəti gücləndirəcək. Həftənin sonu sakit və romantik keçə bilər. Özünüzə vaxt ayırın. Daxili balansı qoruyun. Pul və sevgi paralel gedəcək. Səbirli olun. Ulduzlar sizin tərəfinizdədir. Rəydə fikrinizi yazın. Tərəzi. Tərəzilər üçün bu həftə maliyyə mövzusu önə çıxır. Gözlənilməz gəlir sizi sevindirə bilər. Pulunuzu düzgün yönləndirmək vacibdir. Ortaqlı işlərdə diqqətli olun. Müqavilələri diqqətlə oxuyun. İş həyatında balans qurmaq çətinləşə bilər. Amma nəticə müsbət olacaq. Sevgi həyatınızda isə harmoniya axtarışı var, münasibətdə olan tərəzilər üçün romantik anlar çoxalır. Birlikdə vaxt keçirmək münasibəti gücləndirəcək. Subaylar üçün gözlənilməz tanışlıq mümkündür. Bu insan sizi dərhal cəlb edə bilər. Qərarsızlıq yaşaya bilərsiniz. Qəlbinizin səsini dinləyin. Keçmiş münasibətlər gündəmə gələ bilər. Köhnəni buraxmaq rahatlıq gətirəcək. Həftənin ortasında emosional söhbətlər ola bilər. Açıq danışmaq hər şeyi həll edəcək. Pul stressini sevgiyə yansıtmayın. Daxili tarazlığı qoruyun. Şans sizinlədir. Rəydə fikrinizi yazın. Əqrəb. Əqrəblər üçün bu həftə pul mövzusunda dönüş nöqtəsidir. Gəlir artımı və ya yeni layihə gündəmə gələ bilər. Gizli imkanlar ortaya çıxacaq. İntuisiyanıza güvənin. Riskli addımlar atmadan əvvəl düşünün. İş həyatında gücünüz artır. Maddi baxımdan rahatlama hiss ediləcək. Sevgi həyatınızda isə dərin emosiyalar var, münasibətdə olan əqrəblər üçün ehtiras yüksəlir. Qısqanclıq mövzusu yenidən açıla bilər. Açıq və dürüst olun. Subaylar üçün cazibədar biri həyatınıza girə bilər. Bu tanışlıq taleyüklü ola bilər. Keçmişdən biri xəbər yaza bilər. Köhnə yaraları açmamağa çalışın. Həftənin sonu romantik və emosional olacaq. Hisslərinizi gizlətməyin. Sevgi və güvən əsas mövzudur. Maddi gücünüz özünə inamı artıracaq. Nəzarəti itirməyin. Ulduzlar sizi dəstəkləyir. Rəydə fikrinizi yazın. Oxatan. Oxatanlar üçün bu həftə maliyyə baxımından aktivdir. Yeni gəlir imkanları ortaya çıxacaq. Xariclə bağlı işlər qazanc gətirə bilər. Pul xərcləyərkən ölçülü olun. İş həyatında yeniliklər sizi həyəcanlandıracaq.
Risk almaq istəyi artacaq. Amma hər riski hesablayın. Sevgi həyatınızda azadlıq mövzusu önə çıxır. Münasibətdə olan oxatanlar sıxıldığını hiss edə bilər. Açıq danışmaq problemləri həll edəcək. Subaylar üçün macəralı tanışlıq mümkündür. Bu tanışlıq sizə fərqli baxış qazandıracaq. Uzaq məsafəli münasibət gündəmə gələ bilər. Qərar vermək üçün vaxt ayırın. Həftənin ortasında romantik xəbər ala bilərsiniz. Sözlərinizə diqqət edin. Düşünmədən deyilən sözlər incidir. Pul və sevgi arasında tarazlıq yaradın. Özünüzü məhdudlaşdırmayın. Həyatdan zövq alın. Şans sizdən yanadır. Rəydə fikrinizi yazın. Oğlaq. Oğlaqlar üçün bu həftə maliyyə sabitliyi ön plandadır. Uzun müddətli planlarınız nəticə verməyə başlayır. Gəlir artımı yavaş, amma davamlıdır. İş həyatında məsuliyyət artır. Bu isə etibar qazandırır. Yeni vəzifə ehtimalı var, maddi qərarlarda realist olun. Sevgi həyatınızda isə məsafə mövzusu gündəmə gələ bilər. Münasibətdə olan oğlaqlar iş səbəbi ilə uzaqlaşa bilər. Anlayışlı olmaq vacibdir. Subaylar üçün ciddi niyyətli tanışlıq görünür. Bu münasibət evlilik potensialı daşıyır. Keçmiş səhvlərdən dərs çıxarmısınız. Bu dəfə daha ağıllı davranacaqsınız. Həftənin sonu romantik söhbətlər ola bilər. Duyğularınızı ifadə etməkdən çəkinməyin. Pul stressini ürəyinizə salmayın. Hər şey plan üzrə gedir. Səbir sizin ən güclü silahınızdır. Ulduzlar sizi qoruyur. Rəydə fikrinizi yazın. Dolça. Dolçalar üçün bu həftə maliyyə baxımından sürprizlidir. Gözlənilməz gəlir sizi sevindirə bilər. Yeni ideyalar qazanc gətirəcək. Texnologiya və internetlə bağlı işlər uğurludur. Pul xərcləyərkən ani qərarlardan çəkinin. İş həyatında yaradıcılığınız ön plana çıxır. Bu da diqqət çəkir. Sevgi həyatınızda isə qeyri-adi enerji var, münasibətdə olan dolçalar üçün fərqlilik önəmlidir. Rutindən çıxmaq münasibəti canlandıracaq. Subaylar üçün dostluqdan sevgiyə keçid mümkündür. Bu münasibət sizi təəccübləndirəcək. Azadlıq ehtiyacı arta bilər. Qarşı tərəfi incitmədən bunu izah edin. Həftənin ortasında maraqlı mesaj ala bilərsiniz. Duyğularınızı gizlətməyin. Açıq olmaq rahatlıq gətirəcək. Pul və sevgi paralel inkişaf edir. Öz yolunuzla gedin. Fikirlərinizi qoruyun. Şans sizinlədir. Rəydə fikrinizi yazın. Balıqlar. Balıqlar üçün bu həftə maliyyə mövzusu həssasdır. Gəliriniz artsa da xərclər sizi sıxa bilər. Planlı davranmaq vacibdir. Yaradıcı işlərdən qazanc mümkündür. İş həyatında dəstək görəcəksiniz. İntuisiyanız güclüdür, ona güvənin. Maddi qərarlarda emosiyaya qapılmayın. Sevgi həyatınızda isə romantika zirvədədir. Münasibətdə olan balıqlar üçün duyğusal bağ güclənir. Birlikdə xəyallar qurmaq münasibəti dərinləşdirəcək. Subaylar üçün nağıl kimi tanışlıq mümkündür. Bu insan sizi dərindən təsirləndirəcək. Keçmişi buraxmaq sizi azad edəcək. Həftənin ortasında romantik görüş ola bilər. Duyğularınızı açıq ifadə edin. Qorxularınızı paylaşmaq rahatladacaq. Pul stressini ürəyinizə salmayın. Sevgi sizə güc verəcək. Özünüzə inanın. Hər şey yoluna düşəcək. Ulduzlar yanınızdadır. Rəydə fikrinizi yazın. Rəy bölməsində hər bürcə özəl bir bərəkət ipucu qoymuşam. Öz bürcünüzü tapıb oranı mütləq oxuyun və rəylərdə bir ürək qoyub, qəbul edirəm yazın. Özünüzə yaxşı baxın. Yeni videolarda görüşənədək.